Esselamu Aleyküm. Deyilib ki, dünya ilə axirətin misalı elə bil ki, şərqlə qərbin misalındadır. Əks istiqamətlər. Birinə yaxınlaşanda digərindən uzaqlaşırsan. Və deyir, ağıllı şəxs o şəxsdir ki, hansı daha faydalıdır, ona daha çox yaxınlaşır. Bu mütləqdir. Birinə daha çox yaxınlaşacaqsansa, digərindən mütləq uzaqlaşacaqsan. Və düzgün seçim edəndə daha qalıcı olan hansıdırsa, onu seçir. Və deyilib ki, dünya və axirətin misalı elə bir dənizə bənzəyir. Axirətin misalı dənizdir. Dünyanın misalı isə sanki insan barmağını o dəniz suyuna salır və barmağında çıxartdığı su qədər. Dünyanın misalı o barmağında qalan suyun misalıdır. Axirətin misalı isə o dənizdir. Yəni bu qədər fərq var. Müqayisə etmək mümkün deyil. Bu Allahın vədidir. Həmçinin bu mövzuda demək olar başqa bir misal. Peyğəmbərimiz Muhammed, Allahın ona salavatı və salamı olsun, deyib ki, sübh namazının 2 rükət sünnəti, yəni sübh namazından öncə qılınan nafilə namazı var. Yəni vacib olmayan namazdır, amma müstəhəbdir. Və buyurur ki, sübh namazından öncə qılınan o 2 rükət dünya və onun içindəkilərindən daha xeyirlidir. Sübh namazında qılınan o 2 rükət vacib olmayan namaz dünya və onun içərisində nə varsa, varı dövləti, qızılı, yiyəcəkləri, sərvəti, yarandığı gündən son günə qədər nə varsa içində qiymətli, dəyərli, hamısından daha xeyirlidir. Bu, bir gün qılınan həmən sübh namazına aiddir. İndi təsəvvürünüzə gətirin ki, insanın bütün etdiyi yaxşılıqların müqabili, əvəzi nə ola bilər?